Vojinha ilə bağlı da elə mən onun hardasa 2021 ya 22 2021-22 mövsümü idi. Qarabağ Konferans Liqasında mən Qarabağda çalışdığım müddət elə oldu ki, üçüncü təsnifat mərhələsində indiyə qədər xatırlayıram, həm Kiprin AL klubu ilə düşdü Qarabağ, yəni həm səfərdə, həm evdə. Həm hər iki oyunda da qapıda Vojinha idi. Aha. Hər iki oyunda bu gün gördüm siz də paylaşmışdınız. Yəni o Vojinha hər iki oyunda çox inamlı durmuşdu qapıda. Kipirdəki oyun son dəqiqələrində xatırlayıram, Abdullah Zubir vurdu ona qolu. Bakıdakı oyunda Vojinha həqiqətən də İspaniya ilə oyundakı performansını xatırladırdı mənə. Baxırdım, deyirdim, bu qapısı həqiqətən həmin oyundakı o performansı yenə sərgiləyir. Ümumiyyətlə zərbələrin hamısının qarşısını alırdı, amma 86-cı dəqiqəyə qədər Kadi səhnəyə çıxdı. Ümumiyyətlə Kadinin Qarabağda rəsmi oyunlarda ilk qolu idi. Kadi həmin yayda keçmişdi Qarabağa. Bu onun ilk qolu idi və ondan sonra Kadi ardını gətirdi demək olar bütün oyunlarda. Vojinha isə həqiqətən də həmin oyunlarda demək olar komandasının o qapıçı deyirləri komandanın yarısıdır. Mən deyərdim ki, Vojinha həmin oyunlarda hamısı idi. Çox yaxşı idi.